Salam əziz izləyicilər, bu gün mən sizə 2026 il üçün hansı qruplarda balların artıb azalması barəsində danışacağam. Balların artıb azalması ilə bağlı keçməzdən əvvəl biz qəbul balı ilə rahatlıqla bizim saytımızda hara düşə biləcəyimizi görə bilərik. Tutalım ki, mən 450 bal yığmışam. Qrupum da birinci qrupdur. Alt qrupum da ERI-dir. Mən burada müəyyən universitet seçirəm. Məsələn, İqtisad Universiteti. İqtisad Universitetində informasiya texnologiyanı seçdim. Proqnozu göstər. Proqnoz 419 baldır. Yəni 2026 il üçün bizim saytımız təxmin eləyir ki, 419 baldır. Biz rahatlıqla bura düşə bilərik. Yəni yaxşıdır şansımız. Sonuncu real bal da 403 bal olub. Bu o deməkdir ki, 10-15 bal artıb ixtisasın balı. Qeyd edim ki, bu sayt test mərhələsindədir hal-hazırda. 2026-cı ilin statistikası çıxdıqdan sonra 10 gün müddətində, 10 gündən sonra artıq bu sayt real işləyəcək. Yəni siz hər hansı bir ixtisas seçimi müəlliminə gedirsiniz, o sizi gözəyarı eləyir. Statistikalara baxır, gözəyarı eləyir. Amma ki biz 7 illik statistika datasını bu modelə yükləmişik. Bu data artıq təxmin eləyə bilir. Elə bil ki x plus y-dir. X plus y-imiz var, z-i tapmaq lazımdır. X, y-i biz sayta vermişik. Z-i tapmaq lazımdır. Всё. İndi isə gəlin bal artımına təsir edən amillər barəsində danışaq. Bal artımına təsir edən amillərdən biri də elektron ərizələrin sayıdır. Məsələn, 2025 il üçün 124 min nəfər veribsə elektron ərizə, 2026 üçün artıq 5 min nəfər artıb 129 min nəfər ərizə verib. Amma siz düşünməyin ki, 5 min nəfər artıbsa, deməli ballar da artacaq. Bu ayrılan plan yerləri ilə nizamlanır. Plan yerləri də eyni zamanda artdığı üçün artıq bal artımı o qədər də müşahidə olunmur. Məsələn, ərizənin sayı əhəmiyyətli dərəcədə artsaydı, məsələn bu 129 min deyil, 150 min olsaydı, hə, onda bal artımı çoxlu müşahidə olunardı. Amma ki bal artımı indi müşahidə olunur deyə bilmərik iminli bu göstəriciyə görə. Ayrılan plan yerlərinin sayı. Məsələn, Bakı Dövlətdə Komitə elmlərdə 2025-ci il üçün 300 nəfər plan yeri ayrılıbsa, 2026-da da 400 nəfər ayrılıbsa, deməli komitə elmlərində ixtisasın balı düşəcək. Çünki plan yerləri artıb. Plan yerləri artıbsa da, o planı doldurmaq üçün balı az olanlara ehtiyac olacaq. İmtahan suallarının çətinlik dərəcəsi. İmtahan suallarının çətinlik dərəcəsi nə deməkdir? Məsələn, 2025-ci il üçün 9 nəfər 400 bal toplayıb, 7 nəfər də 2026-da toplayıb. Deməli, imtahan bir növ çətin düşüb. Birinci qrupda 2 nəfər 400 bal toplayıb. Amma ki 2026-da da səhv eləmirəmsə 1 yaxud da 2 nəfər elə 400 bal toplamışdı. Amma ki 4-cü qrupda da elə 3 nəfər toplamışdı. Deməli imtahan biraz çətin düşüb. İkinci qrupda amma o qədər də çətinlik dərəcəsi artırılmayıb. İndi isə gəlin o bir göstəriciyə baxaq. Buraxılış imtahanında 300 bal toplayanların sayı 2025-ci ildə 20 nəfər olub, amma 2026-da 9 nəfər. Bu deməkdir ki, imtahan çətin düşüb. Bu çətinlik yansıyıb. Statistikalara yansıyıb. 2 qat burada fərq var. Buna həmçinin belə gözlə də baxa bilərsiniz ki, məsələn 200 nəfərdən çox bal yığan insanların sayı 50 min olubsa 2025-də, 2026-da da 200 nəfərdən çox yığanların sayı 25 min nəfər olub. Çünki imtahan çətin düşüb. Bu o deməkdir ki, ballar düşəcək. İndi isə gəlin yığdığımız bala əsasən ixtisasları simulyasiya eləyək. İxtisasların simulyasiyası üçün biz yığdığımız balı daxil edirik. Sonra qrupumuzu seçirik, birinci qrup. Riyazi informatika, universitetdəki, məsələn, mən memarlıqda oxumaq istəyirəm, proseslərin avtomatlaşdırılması. Bu DİM-in ixtisaslaşması ilə eyni bir şeydir. Yəni siz bu saytda asanlıqla bu simulyasiyanı eləyə bilərsiniz. İndi də birinci qrupu seçdim, riyazi informatika. Məsələn, Dövlət Sənaye Universitetində artıq mən seçirəm texnologiyaları. Siz 15 dənə ixtisası belə simulyasiya eləyirsiniz. İndi mən video vaxtı uzanmasın deyə az ixtisas eləyəcəm. Məsələn, hamısını hesabla. Mən 450 bal yığmışam. Deməli,
Proseslərin avtomatlaşdırılması 339 bal gözlənilir. Dəqiq mən bura düşürəm. Demək ki, 97% çox gözəl göstəricidir. İnformasiya texnologiyaları 469 olub. Mənim düşmə riskim 37%dir. Ona görə mən bunu riskli olanları ən birinci yazırsan ixtisas seçimlərində, ən aşağıda da isə artıq balın çatan ixtisaslara yazırsan. Yəni siz dəqiq proseslərin avtomatlaşdırılması, kompüter mühəndisliyinə düşürsünüz. Düşmədiyiniz informasiya texnologiyalarıdır.